Bu böyük fibromalar mən cavan vaxtında olanda çox olub. İndi azalıb o. Deməli, yəqin ki, cəmaat tez-tez həkimlərə gedirlər, ona görə profilaktika var bizdə. Deməli, 39 yaşında qadın böyük bir fibroma ilə 7 kiloluq təxminən 25 həftəlik hamiləliyə uyğunlu, daha ondan çox qarında gəzdirirdi, əməliyyat elədik. Belə deyək, unikal orada belə bir şey yoxdur ki, əsas unikal odur ki, zədələnməyək, əməliyyat zamanı zədələnməyək nəsə, sidik yolları ya da böyük damarlar. Ona görə bu, yəqin ki, o yaşa çatdım ki, bu cavan həkimlərə demək istəyirəm ki, belə böyük fibromara eləyəndə çalış ki, birinci ginekoloqlar qorxsun qanaxmadan və bu sidik səsi, sidik yolu zədələnməkdən. Unikal odur ki, birinci qarına girən kimi bu cavan həkimlər anatomiya tam görəndən sonra əsas damarları tutsun. Damarları əsas tutsun, tutmaq olursa əməliyyat zamanı. Birdən ən çətin olur ki, arteriyanı tutmaq əsas, uşaqlığın arteriyanı. Amma o birli damarları tutandan sonra, profilaktika tələsməmiş eləyəndən sonra o arteriyanı tutmaq daha da asaddır. Bir dənə köhnə metodu var. Bu 30 il ərzində mən 1-2 dəfə işlətdim o metodu. Bu elə köhnə bizim ginekoloq Aslan Zangov mənə öyrədib onu. Deməli, görəndə ki, böyük fibroma birdən kiçik çanaqda giribsə, mümkün olmayan tərpətməyə, onu deyirlər ki, hissə-hissə, kəsə-kəsə, ruslar deyirlər metod kuskavanya. Deməli, yarı ya bir hissə kəsəndən sonra tikirsiniz, yığılsın. Yenə tikirsiniz, yığılsın. Yenə tikirsiniz, o görürsünüz ki, balacasında tərpənir. Onu çıxartmaq daha da asad. Amma asistent bu 2 dənə əsas damarı barmaqla tutmalıdır. Barmaqla tutur, xahiş edirsiniz. Tutur, siz də öz işi görürsünüz. İndi inşallah, amma bizim əməliyyatda da bağışlayın hələ olub ki, bu sidik kisəsinin arxa divarı hələ bil ki, uşaqlıq boyunun toxumalar kimi boşalandan sonra nəzikləşib, o da tikmişik. Bir də axantı sidik axırlar, oradakı məcbur olduq kateterizasiya olsun, потому что istəyirsən, istəmirsən, orada damar keçir yanda, o damarları zədələndik, bağladıq, olmasın ki, sviş olsun.